Herkese salam dostlar. Salam. Biz indicə Serbiyaya gəldik. Başımıza gələcək əhvalatları sizlə bölüşəcəyik. İzləmədə qalın. Başladıq. Əziz dostlar, hal-hazırda 9 anəmlərlə avtobusa bindik. Gedirik şəhərin mərkəzinə və pulsuz. Yəni, diqqəti vermədik. Pulsuz. Neyse dostlar, bu veşlərimizi görürsünüz. Biz indi ora qalxmalıyıq. Neyse, az qaldı. O qədər yolu qalxdıq. Halaldır bizə. Burada şəhərə biraz baxa bilərsiniz. Cəhət, mənə demək istəyirsiniz? Bu nə idi? Ay Allah. Ayda bu nədir? Təkər düşdü. Mənimkinin yoxsa? Yox, bizdən düşmədi. Yox, bizdən düşmədi. Ay Allah, neyse, təkər uçdu. Biz də elə bildik bizimkidir mi qırıldı. Neyse, nə düşünürsünüz Cəvid bəy? Ümumi. Gəldi. Hə, minək onda. Bu 65'dir, biz 16'ını gözləyirik. Bu arada Google Maps'te baxıb yolu tapa bilərsiniz bizdə. Bəli. 16 şey gözləyirik. Sən gözləyirik. 16. Orada arxada da yazılır. 16, 27, 95. Üçündən biri. Üçündən biri gəlsə biri gedir mərkəzə. Bu veşlərdən mümkün qədər tez qurtulmalıyıq, çünki həqiqətən də zülm çəkirik. Gedirik bu mənzərəyə baxmağa. De o sən deyən butulka. O butulkanı görməyə gəlmişik bu boyda yolu. Baş aşağı butulka. Belə gözəl mənzərə qarşınızda. Çox super. Bəli, Jasmin xanım, ilk təəssüratlarınız necədir? Çox yaxşıdır. Hələ ki yaxşı gedir. Yəni gəzdiyimiz yerlər azdır, düzdür, veşlə biraz çətindir bizə. Gedib indi yerləşək, veşlərimizi qoyaq, sonra çıxacağıq, ətraflı sizə videolar çəkib paylaşacağıq. Mənim ilk təəssüratlarım, şəhər gözəl şəhərdir. Amma ki, yəni hər yer zibil içində, o pisdir. Bir də ki, divarları yazırlar spreylə, o pisdir. Sən də pis tərəflərindən başladın. Hələ neyim pis tərəflərindən başladım. İlk gördüyümlərim, şey deyirəm də, ilk gördüyüm təəssüratlar deyil. Bəlkə də şəhəri hələ təmizləməyiblər, çünki çox yerdə səhər tezdən başlayırlar təmizləməyə yumağı yerləri. Yəni burada bilmirəm necə işləyir o. Çayını da göstərək. Və bu da ki, onu barmağına, hə, butulka, tərsinə çevirmiş butulkalı bina. Uzun yürüyüşdən sonra gəldik Coffee Shop'a. Adı nədir? Coffee Dream. Coffee Dream. Gəldik, biraz yorğunluğumuzu çıxardaq, kofemizi içsək. Yanında belə bir şey verdilər. Öpücük. Cookie. Necə dediklərə şeydir. Yorğunluğumuzu çıxaraq bir dənə kofe ilə, ondan sonra yola davam. Kimi deyir? Nəzərəm bildim mən. Oy. Hələ sən istiyorum. Ice latte içirəm. Tapdıq ha. Elə bildim burada kofenin yeni öyrənmir, dövlət sirri qiymət öyrənmir. Tez qərarlar verir. 375 dəqiqə. Small, nədir bu small?
Orta verib yəqin 435. Bir dənəsi 5 manat edir hardasa. Əziz dostlar, bu serb dinarıdır. 50 serb dinarı. Hardasa 50 sentdən az eləyir. Yox. 60-50 sent eləyirsə. Necə yəni yox. Nə özünüz baxarsınız internetdə, bilmirəm. 200 dinar. Nə qədər şeydir deyəsən. Mari Curie-dir kimdir? Var ya, kimyaçı 10. Bu 500'dür, 500 dinar. Bu tamıram, bu kimdir? Sonra 1000 dinar. Bu daydarını da tamıram. Sonra da 2000. Deyəsə 2000'dən yuxarı yoxdur. Birində var idi Nikola Tesla'nın, o bilmirəm. O mavi rəngdə idi Hə, o özdə. mavi rəngdə idi amma. Deyəsən 100 idi. Hə, ay sağ ol, o 100'lükdə Nikola Tesla'nın düz bildim. Kimse teze yapıştır gözde. Hə, neysə dostlar, burada 1 manat gördük. Çox sevindik buna. Onun Çin pulu. Nə? Maraqlıdır. Neysə dostlar, bu biz Cəvət. İndi çıxdıq biraz şəhərə, çünki gəldik çox yorğun idik. Getdik biraz özümüzə gəldik, yatdıq. İndi çıxmışıq şəhərə tezdən. Gecə gəzintisi. Tam Hə. gecə deyil, gecəyə doğru. Biraz hava alaq ən azından. Əsas o da indi gedək biraz qarnımızı doyuraq. Görək pikarniyalar var buralarda. Burada insan çox acılır. Yeməyə elə hiss edirəm. Geldik böyle bir yere. Sandviçler var. Yəqin ki. Neyse, bunlar hamısına baxdıq. Qərara gəldik ki, bundan götürək. Bu ətdəndir, o birlər hamısı long səkidir. Biz yemirik ona görə. Məcburanca burada qaldı seçimimiz. Pita. Pitadır, pita. Aslında mən belə ispanaqlı şeylər xoşlayıram. Bilmirəm bunlar necə eləyir? Ja nog lite på seran. Ne, på seran. Girdik pekarnaya, Pita Mesa adlanan ətli nəsə, bulka, ətli bulka aldı. Görək dadını. Hə. Görək dadını test edək, görək nətərdir. Gəldiyi mola. Belə qısa bir özət keçəcəm. Bu günləri çox gəzməyə imkan olmadı. İlk günümüzdür, amma ki ətraflı vloglar çəkəcəyik. Hər şeyi çəkib paylaşacağıq sizlə. Girdik belə molun içinə. Yekə yerdir, geçən yerdir. Bildiğiniz bütün brendlər var burada. Jasmin. Starbucks çöldə. Yəni bildiğin Azərbaycandakı onlara oxşuyur. Hugo. Bu günləri qısa kesəcəm. Çox hər şey ətraflı çəkməyə vaxt yoxdur, amma belə təxmini biləsiz, görəsiz. Ayrıca mütləq molda da vlog çəkiləcək. Her şey yorulmuş.
Yorğunçuluq da geçər. Ona baxmayaraq dediyi bir günümüzdə hədər getməsin, heç olmasa çıxaq arası. Sizcə də bu üz kimisə xatırlatmır? Bəli, əziz dostlar, bugünlük bu qədər. Yeni videolarda görüşənə dək hələlik. Hər kəsə sağ olun.